Baş ağrısı, əlamətləri, səbəbləri və evdə müalicə yolları. Baş ağrısı çox yayılmış bir narahatlıqdır və müxtəlif səbəblərdən meydana gələ bilər. Ən çox rast gəlinən baş ağrısı növləri gərginlik tipli, miqren və sinus mənşəli baş ağrılarıdır. Əlamətləri bunlardır: alın, gicgah və ya başın arxa hissəsində sıxıcı və ya döyünən ağrı, həssaslıq, işığa və səsə qarşı dözümsüzlük, bulantı və yorğunluq hissi, boyun və çiyin əzələlərində gərginlik. Baş ağrısının səbəbləri isə müxtəlif ola bilər. Stres və yorğunluq, uzun müddət su içməmək, yəni susuz qalmaq, az və ya çox yuxu, kompüter və telefona uzun müddət baxmaq, aç qalmaq və ya qidalanmada nizamsızlıq, hava dəyişikliyi və hormonal dəyişikliklər. Gözlərini yum və 15-20 dəqiqə sakit bir mühitdə uzan. 2. Su iç. Bəzən sadəcə bir stəkan su içmək belə baş ağrısını azalda bilər. 3. Soyuq və ya isti kompres, alına və ya ensi hissəsinə soyuq kompres qoymaq rahatlıq verə bilər. Miqren üçün soyuq, gərginlik ağrısı üçün isə isti kompres daha uyğundur. 4. Boyun və çiyin masajı, gərgin əzələləri yumşaq şəkildə masaj etmək qan dövranını artırar və ağrını azaldar. 5. Nanə yağı və ya lavanda yağı, bu efir yağlarını gicgahlara və boyuna sürtərək yüngülləşmə hiss edə bilərsən. 6. Dərin nəfəs məşqləri və meditasiya, stresi azaltmaq üçün bir neçə dəqiqə dərin nəfəs al və ver. Bu həm sinir sistemini sakitləşdirir, həm də baş ağrısını azaldır. Əgər baş ağrısı mütəmadi, şiddətli və ya müşayiət edən digər ciddi əlamətlərlə olursa, mütləq həkimə müraciət edilməlidir. Unutma, bədəninin verdiyi siqnalları dinləmək və ona qulluq etmək ən vacib addımdır.